Türkiye'de 15 yaşadaki olan vətəndaşların sosial şəbəkələrə və oyun platformalarına girişi qadağan ediləcək. Ümidvaram Azərbaycanda da oxşar qanun tətbiq olunar. Çünki sosial şəbəkələrə girirlər azyaşlılar, sonra deyirlər ki, nə bilim, yetkinlik yaşına çatmayanlar filan kəsə özündən 20 yaş böyüyə ərə getdi. Nə bilim, müəyyən ədəbsiz, əxlaqsız hərəkətlər qeydə alındı, kimsə sorğulandı, kimsə özünü öldürdü, neynədi filan, beş məkan, nə bilim, uşaqlar, yetişən nəsil qumar oynayırlar, qumarbaz olublar, nə bilim, nə olublar, kreditə giriblər, evlərin borca saxlayıb salıblar, danlanıblar və buna görə də yenə də gəlir çıxır həmin o intihara və sair və ilaxır. Buna görə də oxşar müvafiq qanun Azərbaycanda da qəbul olunsa, yəni bu qadağa tətbiq edilsə, nəyinsə, ümumiyyətlə pis fəsadların, problemlərin nisbətən qarşısını almış olarlar.